Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz sizinlə feillərə aid olacaq. Feilin zamanları haqqında danışacağıq. Feilin zamanları. Feilin zamanları 3 dənədir. Keçmiş zaman, indiki zaman və gələcək zaman. Keçmiş, indiki və gələcək zaman müəyyən şəkilçilərlə düzəlir. Yəni biz feillərin üstünə, kökünə və yaxud da başlanğıc formasına şəkilçilər artırmaqla feilin zamanlarını yaradırıq. Keçmiş zamanın 2 forması var. Eyni olaraq gələcək zamanın da 2 forması var. İndiki zamansa sadəcə olaraq bir formada, yəni bir şəkilçi ilə yaranır. Keçmiş zamanın 2 forması. Birincisi şühudi keçmiş zaman. İkinci forması isə nəqli keçmiş zamandır. Gələcək zamanın da 2 forması. Birincisi qəti gələcək, ikinci forması isə qeyri qəti gələcək zamandır. İndi zamanlar haqqında ümumi məlumat verək. Deməli uşaqlar, bir dəqiqə. Deməli uşaqlar, şühudi keçmiş zaman, nəqli keçmiş zaman, ümumiyyətlə keçmiş zaman nəyi bildirir? Keçmiş zaman keçmişdə baş vermiş hərəkəti bildirir və yaxud da baş verməmiş hərəkəti bildirir. Şühudi və nəqli olmaqla 2 qrupa bölünür. Şühudi keçmiş zamanın şəkilçisi D üstü 4 şəkilçisidir. Nəqli keçmiş zamanın isə 2 şəkilçisi var. Birinci şəkilçisi mış üstü 4 şəkilçisidir. İkinci şəkilçisi isə ıb üstü 4 şəkilçisidir. İndiki zaman hərəkətin indi baş verdiyini bildirir və yaxud da indi baş vermədiyini bildirir. Ir üstü 4 şəkilçisi ilə düzəlir. Gələcək zaman da qəti gələcək və qeyri qəti gələcək zaman olmaqla 2 qrupa bölünür. Gələcəkdə baş verən və yaxud da gələcəkdə baş verməyəcək işi bildirir. Qəti gələcək zaman deməli, qəti gələcək zamanı biz deyirik ki, mütləq şəkildə baş verəcək bu iş. Yəni gələcəkdə mütləq şəkildə baş verəcək işi bildirir və yaxud da baş verməyəcək işi bildirir. Qeyri-qəti gələcək zaman isə, yəni iş konkret deyil, yəni dəqiq deyil, baş verib baş verməyəcək, dəqiq deyil. Yəni ola da bilər, olmaya da bilər. Ona görə buna biz qeyri-qəti gələcək zaman deyirik. Qəti gələcək zamanın şəkilçisi acaq şəkilçisidir. Acaq üstü 2 şəkilçisi, üzr istəyirəm. Acaq üstü 2 şəkilçisi. Qeyri-qəti gələcək zamanda ar üstü 2 şəkilçisi ilə yaranır. Uşaqlar, ümumiyyətlə yadınızda qalsın ki, feilin zamanları, zaman şəkilçiləri feillərin birbaşa ya kökünə artırılır. İlk artırılan şəkilçidir. Yəni feillərdə ilk artırılan şəkilçilərdən biridir. Düzdür, inkar forması da var. Feilin inkar forması da var. İndi o haqqda da danışacağam sizlə. Amma yadınızda qalsın ki, zaman şəkilçiləri feilin ya kökünə artırılır, ya da başlanğıc formaya artırılır. Yəni leksik şəkilçidən sonra artırılır. Amma istisna olaraq feil əgər inkarda işlədilərsə, inkar feil olarsa, bu zaman zaman şəkilçisindən əvvələ keçən yeganə qrammatik şəkilçi inkar şəkilçisi olur. Məsələn, mən əgər feili şühudi keçmiş zamanda işlədəcəmsə, bunu mən, məsələn, tutaq ki, yazmaq feilini yazıram. Yazdı. Görürsünüz, yazmaq sözün köküdür. Birbaşa olaraq dd şəkilçisi artırılıb kökə. Bunu mən artıq zaman şəkilçisi götürəcəm. Və yaxud da bunu mən inkarda işlətsəm əgər, yazmadı. Bu zamanda yazmaq sözün köküdür. Mamə inkar şəkilçisi. İnkar şəkilçisindən sonra birbaşa feilə qoşulan şəkilçimiz zaman şəkilçisi olur. Yəni, əgər feil inkardadırsa, inkar şəkilçisindən sonra birbaşa artırılır zaman şəkilçisi. Yox, əgər inkarda deyilsə, təsdiqdə işlədilmiş feildirsə, bu zaman sözün kökünə və yaxud başlanğıc formasına ilk artırılan şəkilçi zaman şəkilçisi olur. Bir də yadınızda qalsın ki, ümumiyyətlə biz hissəciklər də bu hissəciklər haqqında da danışacağam sizlə. Hissəciklərlə zaman şəkilçiləri bir-birinə çox bənzəyir. İdi imiş hissəciyi ilə keçmiş zaman şəkilçiləri bir-birinə çox bənzəyirlər.
Bunları fərqləndirmə üsullarını da qeyd edəcəm. Hal-hazırda zamanların, adlandırmaların izah eləmək istəyirəm sizə ki, niyə görə biz məsələn keçmiş zamanın birinə şühudi keçmiş, digərinə nəqli keçmiş deyirik. İndi o haqqda danışaq. Uşaqlar, keçmiş zamanın iki forması ona görə yaradılıb ki, bu zaman məsələn iş insanın şahidliyi yolu ilə də ola bilər. Məsələn, keçmişdə olan hər hansısa bir işə mən şahid olmuşam, görmüşəm, özüm görmüşəm və bunu kiməsə izah edirəm, danışıram, anladıram. Bunu mən şühudi keçmiş zamanda deyəcəm. DD şəkilçisi ilə istifadə edərək deyəcəm, danışacağam. Şühudi keçmiş zaman sözünün mənası, yəni şühudi sözünün mənası şahidlik sözü ilə eyni mənanı verir. Yəni şahid olmaq, o işi görmək, o işi birbaşa şahid olmaq mənasını verir. Şahid olduğumuza görə də biz onu şühudi keçmiş zaman adlandırırıq. Nəqli keçmiş zamanda isə nəqli sözünün kökəni, yəni kökü nağıl sözü ilə əlaqəlidir. Nağıl. Yəni mən onu kimdənsə eşitmişəm, həmin o eşitdiyim hadisəni sənə nəql edirəm, danışıram. Bunu da mən nəqli keçmiş zaman formasında çatdırıram. Mış-miş şəkilçisi ilə übib şəkilçisi fərqi yoxdur. Hər ikisi işlənə bilər. Hər ikisi də zaman şəkilçisi kimi işlədilə bilir. Sadəcə olaraq übib şəkilçisinin işləmə məqamı biraz dar çərçivədədir. Amma mış-miş şəkilçisini biz bütün şəxslərdə işlədə bilirik. Məsələn, mış-miş şəkilçisi ilə aid nümunə yazıram. Mən yazmışam, sən yazmışsan, o yazmışdır. Biz yazmışıq, siz yazmışsınız, onlar yazmışlar. Görürsünüz, hər birində istifadə eləyə bilirəm. Amma übib şəkilçisini müəyyən şəxslərdə istifadə olunmur. Sən yazıbsan, o yazıb, siz yazıbsınız, onlar yazıblar. Yəni, üb-ib şəkilçisi birinci şəxsin təkində və cəmində işlədilə bilmir. Amma ikinci və üçüncü şəxslərdə həm təkdə, həm cəmdə üb-ib şəkilçisindən istifadə edə bilərsiniz. Ona görə biz deyirik ki, übib şəkilçisini bütün şəxslərdə istifadə edə bilmirik. Amma mış-miş şəkilçisi bütün şəxslərdə istifadə olunur. Belə, indiki zaman ır-ir şəkilçisi ilə düzəlir. İndiki zamanda işlənən feillərdə, məsələn, yazmaq sözünü indiki zaman üzrə dəyişək, yazır. Birbaşa kökü artırılıb. İnkarda da işlədəndə yazmır. Bu zamanda inkar şəkilçisi ilə işlənir. İndi bu inkar şəkilçisinin də müəyyən fərqli tələffüz olunduğu, yazıldığı hissələr var. Onu da toxunacağam. Əvvəlcə şəkilçilərin mənalarını izah eləyək, şəkilçilərlə tanış eləyək sizi. Qeyri-qəti gələcək zaman. Qeyri-qəti gələcək zamandan qəti gələcək zamanda. Dedik ki, qəti gələcək zamanda o zaman biz qəti gələcək zamandan istifadə edirik ki, gələcəkdə baş verəcək iş tam şəkildə, yəni biz əminik ki, bu iş baş verəcək və yaxud da tam şəkildə əminik ki, bu iş baş verməyəcək. Amma qeyri-qəti gələcək zamanda isə işin olub-olmasını və yaxud da olmamasını qəti şəkildə deyə bilmirik. Ona görə qeyri-qəti deyirik biz ona. Məsələn, mən gələcəm, ya da deyirəm ki, gələr və yaxud da gələrəm. Gələcəm sözü, görürsünüz, gələcəyəm kimi işlədirik çox vaxt, amma gələcəm mənası da, yəni düzgündür, onu da işlədə bilərik. Acaq-əcək şəkilçisidir. Y sadəcə olaraq ki, y-yə keçib özündən sonra saitlə başlayan şəkilçi gəldiyinə görə. Acaq-əcək şəkilçisi qəti gələcək zamanda işlədilib, konkret şəkildə dəqiq bilirik ki, gələcəm. Amma gələrəm deyəndə isə bu dəqiqlik bildirmir. Yəni ola da bilər bu iş, olmaya da bilər. Belə. Bir də uşaqlar, sözlərin, yəni inkarda işlənməsi xüsusiyyətləri var. Zamanların müəyyən zaman şəkilçilərində inkar şəkilçiləri fərqli cür tələffüz oluna bilir. Bu indiki zamandır. İndiki və qeyri-qəti gələcək zaman. Qeyri-qəti gələcək zaman. İndiki zamanda, əgər feil indiki zamandadırsa, feili biz indiki zamanda olanda inkarda işlətdiyimiz zaman mamə şəkilçisinin A-sı düşür, yəni saiti düşür. A-əsi düşür, sadəcə m ilə işlənir.
Məsələn, gəlirəm sözü indiki zamanın təsdiqindədir. Gəlmirəm sözü isə inkardadır. Burada gəlmək, kök, ıri şəkilçisi zaman, am şəkilçisi də şəxs sonluğudur. Gəlmirəm də m inkar şəkilçisidir. AS düşüb. Amma inkar şəkilçisi kimi m-nın özünü təklikdə şəkilçi kimi götürəcəksiniz burada. Yəni AS düşüb deyə mən bunu şəkilçi kimi götürməyim, elə bir şey eləməyin. M şəkilçisi, m özü inkar şəkilçisinin göstəricisidir burada. Bunu ayrıca şəkilçi kimi götürürük. Iri şəkilçisi zaman şəkilçisi, indiki zaman şəkilçisidir. Am şəkilçisi də şəxs sonluğu kimi işlənir. Burada indiki zamanda mamə şəkilçisinin saitləri düşür. Eyni hal qeyri-qəti gələcək zamanın inkarında da baş verir. Arər şəkilçisi, bunu ırı ilə yazıram. Ir üstü 4. Arər şəkilçisində də bu hal baş verir. Məsələn, gələrəm, gəlmərəm. Bax, burada gəlmək sözün kökü arər şəkilçisi, zaman şəkilçisi, am şəkilçisi də şəxs sonluğu kimi işlənib. Gəl sözün kökü m inkar şəkilçisi, arər şəkilçisi qeyri-qəti gələcək zamanın şəkilçisidir. Am şəkilçisi də şəxs sonluğu. Amma uşaqlar, qeyri-qəti gələcək zamanda fərqli bir hadisə də baş verir. Bəzi sözlərdə ola bilir ki, r samiti z samiti kimi tələffüz oluna bilir və yaxud da yazıla bilir. Yəni hər iki halda, həm tələffüzdə, həm də yazıda r z-ya keçir. Bu hansı hallarda baş verir? Oxuyarsan, məsələn, oxuyarsan. Görürsünüz, burada oxumaq sözün kökü arər şəkilçisi, zaman şəkilçisidir. Sansən şəkilçisi şəxs sonluğu. Bir də inkarda işlədirəm bunu. Oxumazsan. Baxın, inkarda r samiti z-ya keçdi. Yəni z kimi yazıldı. Oxumaq sözün kökü m inkar şəkilçisidir. Arərin r-sının z-ya keçmiş formasıdır bu. Bu şəkilçi zaman şəkilçisidir. Sansən şəkilçisi də şəxs sonluğu kimi işlədilir. Yəni, inkar şəkilçisi hansı hallarda, hansı zamanlarda fərqli cür olur? İndiki zaman və qeyri-qəti gələcək zamanın inkarında inkar şəkilçisinin AS-i, yəni saitləri düşür. Eyni zamanda qeyri-qəti gələcək zaman əgər inkarda işlədilirsə, bu zaman bəzi hallarda r samiti z samiti ilə inkarda olanda əvəz oluna bilir. Bir də uşaqlar, hissəciklər haqqında danışaq. Hissəciklər haqqında danışanda da bunu qeyd edeyim ki, sizə, məsələn, idi, imiş, isə hissəciklərdə hissəciklərimiz idi və imiş haqqında danışacağım sizlə. İdi və imiş hissəcikləri ixtisar formasında, yəni qısaltma formasında d üstü 4 şəklində, eyni zamanda imiş də mış üstü 4 şəklində sözlərə qoşularaq işlənə bilir. İdi ilə, idinin qısaltması olan d üstü 4 ilə mış-mişin, imişin qısaldılmış variantı olan mış-miş şəkilçisini zaman şəkilçilərindən qarışdırmayın. Ümumiyyətlə, yadınızda qalsın ki, feilin üstündə 2 zaman əlaməti görürsünüzsə, yəni 2 dənə zaman şəkilçisinə bənzər şəkilçi görürsünüzsə, axı biz demişdik, yəni ilk anda dedim ki, dərsə başlayanda feilin birbaşa kökünə və yaxud da başlanğıc formasına qoşulur zaman şəkilçiləri. Əgər inkarda deyilsə feil. İnkarda olduğu halda da zaman şəkilçisindən qabağa ancaq mamə inkar şəkilçisi keçə bilir. Başqa şəkilçilər keçə bilmir. Başqa qrammatik şəkilçi zaman şəkilçisindən önə keçə bilmir. Və əgər 2 dənə zaman əlamətini feilin üstündə görürsünüzsə, zaman şəkilçisinə bənzəyən şəkilçi görürsünüzsə 2 dənə, bunun birincisini, sözə hansı birinci qoşulubsa, onu zaman şəkilçisi götürürsünüz. Sonrakı artırılan şəkilçini isə idi, imiş, isənin ixtisarı kimi götürürsünüz və hər zamanda bu düz çıxacaq. Çünki başqa bir variantı yoxdur bunun. Zaman şəkilçiləri hissəciklərdən əvvəl sözə qoşulmalıdır. Məsələn, deyirəm ki, yazırdım. Baxın, burada yazmaq sözün kökü, düzdür. Eyni zamanda maqmək şəkilçisini biz niyə keçmişdik? Maqmək şəkilçisini onu da keçmişdik ki, sözə artırıb leksik və qrammatik şəkilçiləri tapmaq üçün istifadə edirdik. Yazmaq sözü, bura qədər artırdıq.
İlk şəkilçimiz ırı şəkilçisidir, sonra dıdi şəkilçisidir, sonra da m şəxs sonluğudur. Burada ırı şəkilçisi zaman şəkilçisidir, dıdi şəkilçisi zamandan sonra artırıldığına görə. Görürsünüz, həm ırı şəkilçisi var, həm də dıdidir. Hər ikisi zaman şəkilçisinə bənzəyir. Bunlardan birincisini götürəcəksiniz. Zaman şəkilçisi. İkincisini götürəcəksiniz idinin ixtisarı. Bu zaman olacaq. Bu isə idi. Yəni, ümumiyyətlə yadınızda qalsın ki, bu feilin, məsələn, zamanını soruşsaq ki, bu feil hansı zamanda işlənib, hansı zaman şəkilçisi oldu? İlk zaman şəkilçimiz olduğuna görə, ırı şəkilçisi də indiki zamanın şəkilçisi olduğuna görə biz deyirik ki, bu feil indiki zamanda işlədilmişdir. Və yaxud da deyirəm ki, oxumuşdum sözü. Oxumuşdum. Baxın, burada oxumaq sözün kökü mış şəkilçisi işlənib, du şəkilçisi işlənib, bir də m işlənib. Bunların hər birini, bax, mış da var, d da var. Bunlardan birincisini götürəcəksiniz zaman, ikincisini götürəcəksiniz hissəcik. Demək ki, bu feilimiz hansı zamanda işlənib? Nəqli keçmiş zamanda işlənib. Nəqli keçmiş. Ümid eləyirəm ki, hissəciklərlə zaman şəkilçilərini qarışdırmayacaqsınız. Bir də zaman şəkilçilərlə hissəciklərin başqa bir fərqi də var ki, hissəciklər təkcə feillərə artırılmır. Hissəciklər başqa nitq hissələrinə də artırılır. Məsələn, deyirəm, uşaq imiş. Uşaq imiş. Bizim zamana görə dəyişən nitq hissəmiz hansıdır? Təbii ki, feildir, düzdür? Burada imişi görüb, gedib nəqli keçmiş zamanda götürə bilməzsiniz onsuz da. Burada imiş işlənib və yaxud da uşaqmış yazıram. Uşaqmış. Baxın, burada mışmışı görüb, gedib bunu keçmiş zamanda götürə bilməzsiniz. Çünki bu nitq hissəsi olaraq ismi artırılan sözdür. Biz feilin üstündə görə bilərik zaman şəkilçilərini. Hissəciklər həm adi nitq hissələrinə, yəni feildən başqa digər yerdə qalan nitq hissələrinə qoşula bilir, həm də ki, feillərin özlərinə qoşula bilir. Feillərin özlərinə qoşulduğu halda da mütləq şəkildə zaman şəkilçisindən sonra artırılacaq onsuz da. Və yaxud da ümumiyyətlə yadınızda qalsın ki, hissəciklər kökə və yaxud da başlanğıc formaya ilk artırıla bilmirlər. Mümkün deyil bu. Bu halda siz onu fərqləndirə biləcəksiniz onsuz da. Əgər 2 dənə də zaman əlamətini görürsünüzsə feilin üstündə, bu zaman birinci işlənən şəkilçinin zaman şəkilçisi götürəcəksiniz, sonrakını isə idi, imiş hissənin ixtisarı kimi götürəcəksiniz. Dərsimiz bu qədər. Sağ olun uşaqlar, hələlik. Növbəti dərslərdə görüşənə qədər.